Salam aleyküm, hardayam Ökmeli Qovyonda. Bir dənə sizin 4 sotun içərisində 3 otaqlı neçəyə? 35 min manat, bəli. 35 min verirsən, bir dənə sənə bu boyda ev verirəm. Hər tərəfi zabordur. Burada həyətində ağaclar cürbəcür. Yəni varatası yerində, kommunalları yerində, qazı, işığı, yəni burada sırf yaşayışın içindədir. Yəni əlaqə saxlayın, gəlin. Yəni bu 35 minə dəyər qiymətdir. Bir də evin içərisindən tanış olaq. Yəni su basenasına qədər tikilib. 35 minə bugünkü gündə 2 otağı tikib başa gətirmək olmur. Bilirəm də. Olmur. Hamam çalıncı tam təmirdir. Qəşəng təmiri var. Tam təmirdir. Bir dənə burada qəşəng zalıdır. Yeri laminatdır. Bir dənə burada səliqəli zalıdır. 2 pəncərəsi var. Qoşa daşdır. Pəncərəsi öz həyətini görür. Yəni ölçüləri yaxşıdır. Yəni 35 minə nə verirlər heç nə. Bir dənə də burada yataq otağıdır. Bunun da ölçüsü yaxşıdır. Göstər, otaqların ölçüləri qəşəngdir. Kredit deyil ha, nəqd qiyməti 35 mindir. Yəni fikirləşərsə 35 min verəcəm, daha üstünü ödəyəcəm. Yox, elə şey yoxdur. 35 min verəcəksən, bu evdə köçüb yaşayacaqsan, ev olacaq sənin. Bir dənə əmması var deyəcəm evin. Bir dənə əmması var amma. Burada da bir dənə qəşəng mətbəxlidir. Mətbəx evin içində qalacaq. Yəni bunun da ölçüsü yaxşıdır. Orta təmirli ev deyim, lüks təmiri var. Yəni o deyil. Yəni baxın koridordur. Əmmasını da deyimsə 156 A-nın yoluna hardasa 150 metr məsafədədir. 200 metr, 150 metr. Əsas magistral yoldan 2 kilometr arası var Megastorun yanından. Amma ki 150 marşrut, Əcəmiyə gedən marşrutda 150-200 metr məsafəsi var. Sağ olun.